Salam hər kəsə. Bugün müəssisəli riyaziyyatdan 5-ci sinif Çinar yayınları natural ədədlərin yazılışı və oxunuşu bölməsi B variantı suallarının izahlarını verəcəm. İzaha keçməzdən əvvəl qeyd eləyək ki, bizim 5-11-ci sinif bütün şagirdlər üçün olan onlayn hazırlıqlarımız haqqında məlumat əldə etmək üçün qeyd olunan bu əlaqə nömrəsinə yaza bilərsiniz. İndi isə keçək birinci sualın izahına. Qeyd olunur ki, təklik, minlik və milyonluqlar mərtəbəsindəki rəqəmi 7 olan 7 rəqəmli ən kiçik ədəd hansıdır? 7 rəqəmli deyir. Demək ki, daha doğrusu burada 7 rəqəmli qeyd olunub. Deməli, D variantı gedər 6 rəqəmlidir. B variantındakı ədəd üçün təklik, minlik və milyonluqları müəyyən etsək, nə edirdik? Sağdan sola doğru yazırdıq. Bu olurdu təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik və milyonluq. Təklikdə 7 var, minlikdə 7 var, bir də milyonluqda 7 var. Demək, doğru cavabımız olur. Birinci sualda B variantı. Növbəti sualda qeyd olunur ki, aşağıdakılardan hansı 307 milyon 196? İlk öncə bilirik ki, milyonda 6 dənə sıfır var. 307 milyon qeyd olunub. O zaman nə etməliyik? 307-ni yazmalıyıq. 6 sıfır olduğundan 2 dənə boşluq işarəsi yazmalıyıq. Bu hissədə minləri yazırıq. Bu hissədə də tək olanları, yəni təkləri. 307 milyon 196. 1000 sözü olsaydı mən bu xanaya yazardım. Amma 1000 yoxdur. Deməli, 196 ədədini yazmalıyam bura. Bəs bu xana boş qaldı. Nə etməliyəm? Buralara sıfırlar yazacağım. 307, 3 dənə 0 və 196 doğru cavab hansı olur? C variantı olur. Növbəti sualda deyir ki, təkliklər sinifində ədədin 23, minliklərdə 806, milyonluqda 87 var. Biz bilirik ki, bunları müəyyən edəndə ədədləri sağdan sola 3-3 ayırmalıyıq. Ayırdıq bu şəkildə. Təkliklərdə 23 olanlar. Baxın, A-da 230 var. C-də 203 var. Qalır B ilə D variantları. Sondan 23. Bu doğru. Gəldik minliklər sinifində 806. Hər ikisində var. Baxın, burada da var, burada da var. Və deyir ki, milyonluqlar sinifində 87. B variantında 870-dir. D-də 87-dir. Demək, doğru cavabımız hansı olur? D variantı. Dördüncü sualda deyir ki, 194 milyon 12 min. Yuxarıda qeyd etdiyimiz kimi 194 milyonda 6 sıfır. Deməli, 194-ü yazıram. 2 dənə xana qoyuram. Bunu belə fikirləşin ki, hər xana bizə 3 rəqəmi ifadə edir. 12 min demişdik ki, ikinci hissədə minləri yazırıq. 12 min, amma biz demişik ki, burada 3 dənə olmalıdır. 12 yazsam 2 dənədir. Lazım olan isə 3 dənədir. Demək, əvvəlinə 0 yazmalıyam. Axırına 0 yazmırıq. Bu da 196, 120 olur. Bu şəkildə yazmırıq. Əvvəlinə 0 yazırıq. 12-ni yazırıq və əvvəlinə 0. 0, 12. Səliqəli formada yazaq. Və 1000 sözü var. 1000-də də bilirik 3 dənə 0. 196, 0, 12, bir də 1000. 194 milyon 012, bu da 1000. Deməli, doğru cavab olur hansı? C variantı. Növbəti suala baxsaq, deyilir ki, verilmiş ədədlərdən hansının minliklər sinifindəki rəqəmlərin hamısı 0-dır. Bunu bilmək üçün ilk öncə ədədlərimizi yazmalıyıq. Minliklər. Birinci ədədimizi yazsaq 12 milyon 7 min. Bu 12 milyonda bilirik ki, 2 dənə xana qoyuruq. 12 milyon qeyd elədik. 7 min. Minlikləri burada yazırdıq. 0, 0, 7 yazaram. Dalına da 3 dənə 0. İkinci ədəd. 12 milyon 800 min 4. 12 milyon yenə. 2 dənə xana. 800 min 4. 800 min. 4-ü burada tək yaza bilmərəm. Çünki 3 rəqəm olmalıydı. 2 dənə 0 əvvəlinə yazaram. 200 milyon. Yazırıq 200 milyon. 13 min. Milyondan sonra hərəsində 3 rəqəm.
13.000. 13 2 dənədir 0 13 yazaram. 106. 106'ını da buraya yazaram. En sonuncuya gəlsək 356 milyon 356 yenə 2 dənə xana. Bu işlərə artıq ehtiyac yoxdur. Bunları silək. Bu şəkildə 356 milyon 155. 155'i bilirik ki en sona yazmalıyıq. Orta hissə boşdur. Buralara 0. Bizə qeyd olunur ki, minliklər sinifindəki rəqəmlərin hamısı. Minliklər hansıdır bizdə? Baxın, hər birində bu hissədir. 007 hissəsi bunda, 800 bunda, 013 burada, 3 dənə 0 burada. Demək, bizə 3 dənə 0 olan hissəni soruşursa, hansı olar? Bu hissə olar. Deməli, doğru cavabımız da olur hansı? D variantı. 6-cı sualda deyir ki, verilən ədədin 10 minliklər, 100 minlik və milyonluqlar mərtəbəsindəki rəqəmlərin cəmi aşağıdakılardan hansıdır? Müəyyən etsək, bura təklik idi. Bura onluq, bura yüzlük. Bunlardan biri varmı bizdə? 10 minlik, xeyr, yox. Yüzlük, minlik, 10 minlik. 10 minliyi müəyyən etdik. Nə oldu? 7'dir. 100 minlik nədir bəs? 9'dur. Bunu da tapdıq. Qaldı milyonluq. 100 minlikdən sonra da gəlirdi milyonluq. Yəni 3. Bunların cəmini istəyir. 7 üzərinə 3 gəlsəm 10. 10 üzərinə də 9. 19 olur. Doğru cavab hansı? D variantı. Gəldik 7'yə. Hansı ədəddə 4'ün mərtəbə qiyməti 40 mindir? Necə müəyyən edirsiniz? Şərtdə fikir verin. 4'dən sonra neçə sıfırım var? 4 dənə sıfırım var. Elə ədəd seçməliyik ki, variantlardan 4'dən sonra 4 dənə rəqəm gəlsin. Birinci suala baxın, 4 buradadır. Özündən sonra neçə rəqəm var? 3 dənə. Amma biz 4 dənə istəyirik. C-yə baxın, burada ümumiyyətlə 4'dən sonra neçə dənə var? 6 dənə var. Bu da olmaz, bu da olmaz. Gəldik D-yə. 4'dən sonra neçə dənə var? 5 dənə var. Olmaz. Biz 4 dənə istəyirik. Yəni 4 dənə 0 var, ona görə 4 rəqəm istəyirik. 4 burada, özündən sonra 4 dənə rəqəm. Doğru cavab oldu nə? B variantı. 8'də deyir ki, bu ədədin rəqəmlərinin cəmi 53 olarsa. Nə edə bilərik? Rəqəmləri cəmi 53. Gəlin bu şəkildə yazaq bunu. Baxın. Bizə qeyd olunur. Bunun rəqəmləri cəmi 53'ə bərabərdir. Yəni, baxın, bu 9, bu 6. Bütün bu ədədləri cəmləsəm, bunların cəmi verməlidir bizə 53. Bunu yazsaq burada necə olar? 9 üzərinə gəlinsin A, üzərinə gəlinsin 6, üzərinə gəlinsin A. Bütün rəqəmlərini yazırıq. A, 1 və ən sonda gəlir A. Bərabərdir deyir 53'ə. 4 dənə A var. Bunları cəmləsəm 4A edir. Üzərinə gəlirəm. 9 üstə gəl 6, 15. Bu 5'i də əlavə elədim 20. Bu da 21. Bərabərdir 53'ə. Buradan 4A bərabərdir 32. A bərabərdir 8. A-nı tapdıq 8. Bizə deyir ki, A rəqəminin mərtəbə qiymətlərinin cəmi neçədir? A-nı 8 tapdıqsa, buna artıq ehtiyac yoxdur. A-nı müəyyən etdik 8 və bizə deyir ki, rəqəminin mərtəbə qiymətlərinin cəmi neçədir? Aha. Fikir verirsinizsə, bu A-nın mərtəbə qiyməti nədir? Bundan sonra 6 sıfırı gəlirsə, 6 rəqəm gəlirsə milyonluqdur. Deməli, olmalıdır 8 milyon. Aha. İndi gəlirik buna, bu A-ya. Bunun mərtəbə qiymətinin vahidi nədir? Yüzlük bura kimi, baxın, sayırıq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, 8 milyon, 80 min, 10 min də axı. 8 milyon yazırıq, 80 min. Və bir də bu hissə. Bura bilirik ki, bu A. Yəni, sondan gələn ikinci A-mız. Bu A-mız olur 800, axırıncı da olur 8. 808. 8 milyon, 80 min, 808. Baxın, A variantı. Olur, doğru cavabımız. Növbəti sualda deyir ki, verilən ədədin sözləri yazışı hansıdır?
606'dan sonra 3 dənə, daha doğrusu 6 sıfırım var. Buna deyərəm 606 milyon. Aha. 606'dan sonra yenə 3 sıfır. 3 sıfır olan hansı idi? 1000 idi. Deməli 606 min, 606 min, 606 milyon, 606 min. Bu da 6. Sonuncu da 6. Deməli doğru cavab olur B variantı. 10-cu sualda deyilir ki, sözlərlə verilmiş ədədin yazılışında neçə sıfır var? 300 milyon yazıram 300. Özündən sonra 2 dənə xana buraxıram. 100 min 33. 100 min bura. 33 yaza bilmərəm. Çünki 3 dənə olmalıydı. Qarşısına 0. Yazılışında neçə sıfır var? Baxın 1 0, 2 0, 3 0. Doğru cavab olur A variantı. 11-də qeyd olunur ki, Eyüp verilən ədədi oxuyarkən yanlışlıqla minliklər sinfini oxumur. Ədədi 1 milyon 2000 kimi oxuyur. 1 milyon 2 kimi oxuyur. Buna görə Eyüp'ün oxuduğu ədəd aşağıdakilərdən hansı ola bilər? Burada 1000'dir ümumiyyətlə. Bu ola bilməz. Çünki biz milyondan söhbət edirik. Bu da 100 min də ola bilməz. Qaldı ikisi. 10 min, 1 milyon. Bizə nə deyir? 1 milyon 2 kimi oxudu. 10 milyonu oxumaz. Deməli doğru cavab hansı olar? B variantı. Gəlirik 12-yə. Minliklər sinifindəki rəqəmlərin cəmi 10 olan və təkliklər sinifində cüt rəqəmlər olan ədəd hansıdır? Sinifləri necə ayırırdıq? Sondan 3-3. 1, 2, 3 dənə. 1, 2, 3 dənə. 1, 2. Bu 1, bu da 2. Aha. Qeyd olunur ki, minliklərin sinifindəki rəqəmlərin cəmi 10. Yəni, baxın, bu 712, 452 olan hissələrdəkinin cəmi 10 olmalıdır. Bu hissəni cəmləsək bizə 10 verir. Doğrudur. Bu hissədə 5 üstəgəl 4 üstəgəl 2 11 verir. Bu ola bilməz. Amma 7 üstəgəl 1 üstəgəl 2 yuxarıda 10 verir. Hələ ki qalırıq bunda. Və təkliklər sinifində cüt rəqəm. Təkliklər budur. Fikir veririkmi burada? Həm 4, həm 8, həm də 10 nədir? Cütdür. Deməli doğru cavabımız bizim nə olur? B variantı olur. Bu ikisi ola bilməz. Niyə? Çünki təkliklər sinifində cüt deyir. Burada 5 var. Təkdir. Burada da 9-dan 7 var. Bunlar da ola bilməz. Doğru cavabımız olur B variantı.